Bura Bərdə rayonu Nəcəf Qulubəyli kəndidir. Aprel ayının 20-sində burada toxumlar açıq sərmə olub, əkin olubdu burada. Toxumlarımız sahəyə atılıbdı. Bu günlərdə iyul ayının 15-idir. Artıq maşallah olsun, qarpızlarımız yetişib, xeyri bərəkətli olsun. Allah xeyir versin. Bax, məhsuldarlıq bu qaydadır. Saplaqların da hamısı üstündədir burada, yəni başqa bir söhbət ola bilməz. Görürsünüz, tağlar da çox sağlam tağlardır. Qarpızların üstünü tam rahatçılıqdan bağlayır. Burada əkin olubdur. Legio F1 çeşidi. Sakata şirkətinə məxsus olan Şəmkir Aqronun təqdim etdiyi qarpız çeşidi Legio F1 çeşidi. Legio F1 çeşidinin çəki olaraq gəlir 8+. 8 kilodan yuxarıya gəlir. Özü 13-14 kiloya kimi tam rahat çəki verir. Və Legio F1 çeşidi nə tam yumru qarpızdır, nə tam uzun qarpızdır. Oval formalı qarpızdır. Məhsuldarlıq da maşallah olsun kifayət qədərdir. Bütün tağlarımızda eyni qaydada məhsul var. Qarpızlarımız da bərabər boylu böyüdür hamısını. Yəni hansısa qarpız geri qalmır. Tağların kökü güclü olduğuna görə bütün məhsullarını tam rahat böyüdə bilir. Hasanlıqla böyüdə bilir. Bax, maşallah olsun. Burada da sonradan tökən qarpızlardır. Bunlar da növbəti səfər dəriləcək qarpızlardır. Legio F1 çeşidinin üstün cəhətlərindən biri də odur ki, kök sistemi güclüdür, xəstəliklərə qarşı yüksək dözümlülük göstərir və yarpağı enli yarpaqdır. Enli yarpaq olduğuna görə, bax burada görürsünüz ki, bu qarpızları tam rahat bir şəkildə günəş yanıqlığından qoruya bilir. Bax, sonradan baba görürsən ki, belə xırda-xırda qarpızlar töküb əmələ gəlibdir. Onlar da inşallah ki, növbəti səfərdə yığılacaq qarpızlardır. Allah hamının əkininə xeyir versin, xeyirli olsun. Mən sizə çəkib göstərməkdən məqsədim odur ki, Legio F1 çeşidi istər salafan altında, istər də ki, açıq sərmədə tam rahatlıqla əkə bilərsiniz. Bu günləri Bərdə rayonunun Nəcəf Qulubəyli kəndindəyik. Daha sonra keçəcəyik Ləmbərana, daha sonra keçəcəyik Əyriciyə, Xəsilliyə, Otiskilər kəndinə. Orada bizim daimi müştərilərimiz var, bu çeşidləri əkənlər var. Həm Grand F1 çeşidimiz var, əkinlərimizdə həm Legio F1 çeşidimiz var. Bu günləri Bərdə rayonunu yekunlaşdırdıqdan sonra gün ərzində Tərtər rayonuna keçəcək. Tərtər rayonu Sarısu kəndində bizim orada Grand F1'imiz var, Abad F1'imiz var və Legio F1'imiz çeşidimiz var. Bax qardaş,